Gəlin MHM test toplusundan Newton qanunlarının test 2-sindən başlayaq. Test 2-nin birinci testidir. Kütləsi 5 kiloqram olan cismə şaquli divar üzərində F1 və F2 qüvvələri təsir edir. Buna əsasən cismin təcilinin istiqamətini və qiymətini tapın. Deməli, baxaq. Bizim bu cismimizə aşağıya doğru nə təsir eləyir? Ümumiyyətlə, hər bir cismin yerindən asılı olmayaraq aşağıya doğru mc ağırlıq qüvvəsi təsir eləyir. M kütləsi 5 kiloqramdır. 5-i vururuq 10-a, verir bizə 50. Deməli, aşağıya tətbiq olunan ağırlıq qüvvəmiz 50-dir. Və bizə burada deyir ki, sürtünmə qüvvəsi nəzərə alınmır. Yəni, biz burada sürtünmə qüvvəsini nəzərə almayacaq. Bizim cismimizi bu qüvvə hərəkətə gətirməyəcəyinə görə bu qüvvə bizə lazım deyil. Digər iki qüvvə ilə, yəni bu qüvvə ilə biz əvəzləyici qüvvəni və yaxud da sistemin təcilinin düsturunu yaza bilərik. A sistemin təcili bərabər olacaq F əvəzləyici qüvvəni böləcək M kütləyə. F əvəzləyici qüvvə bu iki qüvvələrin ya fərqini ya cəmini tapırıq. Bunlar əks istiqamətli yönəldiyinə görə fərqini tapırıq. Böyük qüvvədən, yəni 50 newtondan çıxacaq 40 newtonu böləcək kütlədə 5 kiloqramdır 5-ə. O da verəcək bizə nəyi? Deməli 10 bölünsün 5 verdi bizə 2. Deməli bizim A təcilimiz 2-dir və istiqamət biz bilirik ki, əvəzləyici qüvvəmiz təcilimiz eyni istiqamətdə olur və böyük qüvvə istiqamətində olacaq, yəni 1 istiqamətində. Cavabımız olacaq A variantı 1 istiqamətində, təcildə 2 tapdıq. Daha sonra ikinci məsələmizə baxaq. İkinci məsələmizdə bizə deyir ki, kütləsi 4 kiloqram olan cismə təsir edən qüvvə verilmişdir. Deməli, bu cismimizdir və buna F qüvvəsinin təsiri edir. Buna əsasən bu cismin aldığı təcilin qiymət və istiqamətini tapın. Deməli, biz nə edirik? Baxın, 1, 2, 3, 4, 5, 6, 7. Qüvvəni 7 verib, yəni 7 dama verib və hər bir dama 3 newtondur. Vururuq 3-ə, deməli, bizim ümumi qüvvəmiz 21 newton oldu. Sistemin təcilini tapmaq üçün A sistemin təcili bərabərdir. F bölünsün nədir? M-dir. F-imiz tapdıq ki, 21-dir. M-imiz isə 4-dür. 21-i 4-ə böləndə verəcək bizə 5,25 və tək qüvvəmiz olduğuna görə və bu istiqamətdə getdiyinə görə bizim təcilimiz də F əvəzləyici qüvvəmiz də təcilimiz də F qüvvəsi istiqamətində olacaq. Cavabımız olacaq A variantı. Daha sonra üçüncü məsələyə baxırıq. Üçüncü məsələdə baxın, bunu bu cür həll edəcəyik. Bizə kütləsi verib 20 kiloqram, yəni bunun kütləsi 20 kiloqramdır və şəkildə bizim cismimizə 4 dənə qüvvə təsir eləyir. Və bizdən nəyi soruşur? Təcilini. Biz bilirik ki, sistemin təcili bərabərdir F əvəzləyici qüvvəni bölürük sistemin kütləsinə. F əvəzləyici qüvvəni necə tapırıq? Bizim F əvəzləyici qüvvə sistemə tətbiq olunan bütün qüvvələrin cəmidir. Yəni F1 üstə gəlinsin, F2 üstə gəlinsin, F3 üstə gəlinsin nəyə? F4-ə. Bu da bərabərdir. F1 qüvvəmiz 10-dur və müsbət istiqamətində olduğuna görə elə 10 yazacağıq. Üzərinə gələcək F2 qüvvəmiz 20-dir və müsbət istiqamətində olduğuna görə müsbət 20 olacaq. F3-ümüz isə 50-dir, amma mənfi istiqamətdə getdiyinə görə biz ona mənfi 50 yazacağıq. F4 də 12 kimi 40-dır, amma mənfiyə getdiyinə görə, mənfiyə doğru getdiyinə görə nə olacaq? Mənfi 40 olacaq. Buradan da bizim cavabımız olacaq. Bu verir bizə 30'u. Bu verir bizə mənfi 20-ni, mənfi 20 ilə mənfi 40-ı toplayanda eləyir mənfi 60. Deməli, bizim əvəzləyicimiz mənfi 60-dır. Aparıb yerinə qoysaq, A sistem bərabər olacaq mənfi 60-ı böləcək nəyə? 20-yə və verəcək bizə mənfi 3-ü. Deməli, cavabımız nə olacaq? Mənfi istiqamətində cavabımız olacaq 3C variantı. İndi baxırıq 4-cü məsələyə. Şəkildə eyni kütləli, yəni bu da M-dir, bu da M-dir, bu da M-dir. Kütləli cismə 5 newton, 10 newton, 25 newton qüvvələr müxtəlif formalarda təsir edirlər. Buna uyğun olaraq cismin aldığı təcilləri müqayisə edin. Gəlin, baxaq birinci cismimizə. Birinci cismimizdə biz dedik ki, bizim cismimizə perpendikulyar istiqamətdə tətbiq olunan qüvvə, yəni hərəkətə mane olan qüvvələrimiz ağırlıq qüvvələrimiz perpendikulyar istiqamətdə 90 dərəcə bucaq altında olan, yer dəyişməmizə 90 dərəcə bucaq altında yönələn qüvvələrimiz bizim hərəkət vermir. Hərəkət vermirsə, deməli təcilimiz də yaratmır. Qüvvələri burada yox edirik, yəni düsturumuzda nəzərə almırıq. Biz birinci cisim üçün, birinci şəkil 1-dəki cisim üçün sistemin təcilini yazsaq, A sistem bərabər olacaq, A sistem 1 bərabər olacaq. Lap bunu sistem şəklində yox, bir şəklində də yazaq. A bərabər olacaq, F əvəzləyici bölünsün M-ə. Əvəzləyici, yəni 2 qüvvə tətbiq olunub. Əks istiqamətdə biz onu çıxırıq, yəni ondan 5-ini çıxacağıq 5. Kütləmiz də eynidir, sadəcə M şəklində yazacağıq. M-dir, buna da M götürək, buna da M götürək, buna da M götürək. İndi ikinci şəklimiz üçün təcili
yazaq. A2 bərabər yenə əvəzləyici qüvvəni bölür m. Bizə 25 newtonluq bu istiqamətdə, 10 newtonluq əks istiqamətlə bunları biz nə edirik? Çıxırıq. 25-dən 10 çıxanda nə olur? 15 kütlədə m-dir. Üçüncü də bizdə nədir? Yenə A3 bərabərdir. 25-dən 5 çıxanda 20 eləyir. F əvəzləyicinin yerinə 20 və m. Hansı təcilimiz böyük olacaq? Təbii ki, 20 ilə olan. Yəni A3 böyük olacaq A2-dən, o da böyük olacaq nədən? A1-dən. Deməli, cavabımız oldu nə? C variantı. İndi baxırıq 5-ci məsələyə. 5-ci məsələdə bizə deyir ki, cismin şəkildə göstərilən 4 qüvvəsinin təsiri ilə bərabər təcilli hərəkət edir. Bu qüvvələrdən hansı təsir etməsi cisim düzxətli bərabər sürətlə hərəkət edir? Yəni, qüvvələr sıfırlamaq lazımdır ki, hərəkət düzxətli bərabər sürətlə hərəkət olsun. İndi biz bunları nə edirik? Bizim ikinci qüvvəmiz 2 dama yuxarıdır. Bu müəyyən bir əyri formada olmadığına görə bunun proyeksiya ayırmağa ehtiyac yoxdur. F3 qüvvəmiz də 2 dama bu istiqamətdədir. Gəlirik biz, deməli, F1 qüvvəmiz. F1 qüvvəmiz də bu istiqamətdə nədir? 2 damadır. F4 qüvvəmiz isə müəyyən bucaq altında olduğuna görə biz onu proyeksiya ayırırıq. Y proyeksiyası 2 damadır, 1, 2. X proyeksiyası da bu istiqamətdə 2 damadır. İndi baxın. Biz burada bu 2 ilə bu 2-ni aparırıq. Bu 2 ilə bu 2-ni aparırıq. Nə qalır? Deməli, bu istiqamətdə 2-miz qalır, düzdür? Əgər bizim F1-imiz olmasaydı, bu 2 ilə bu 2 gedəcəkdi, hərəkət bərabər sürətlə hərəkətli olardı. Deməli, hansı qüvvəmiz olmasa hərəkət bərabər sürətlə hərəkət olardı? F1 qüvvəmiz olmasaydı. Deməli, 6-cı məsələyə baxaq. 6-cı məsələdə yenə eyni formada məsələdir. O nöqtəsində sükunətli olan cismə şəkildəki kimi 4 qüvvə təsir edir. Buna əsasən cisim, yəni bu qüvvələrdən biri olmazsa, cisim deməli, olmazsa yox, burada artıq deyir ki, bu qüvvə istiqamətində gedir əvəzləyici qüvvə. İndi baxırıq, biz yenə eyni formada qüvvələrimizi proyeksiyasına ayırırıq. Deməli, F2 qüvvəmizin sadəcə müəyyən bucaq altında olmadığına görə sadəcə yuxarıya doğru 2-dir, yəni 2 dama sayırıq. F3 qüvvəmiz də yenə 2 dama bu istiqamətdə. F1 qüvvəmiz müəyyən bucaq altında olduğuna görə, yəni əyri olduğuna görə biz bunun proyeksiyasını ayırırıq. X proyeksiyası 2 dama bu istiqamətdə, Y proyeksiyası aşağıya doğru 1. F4-ü də bunu kimi yenə ayırırıq. Deməli, bu istiqamətdə olacaq 2 dama, aşağıya olacaq 1 dama. İndi biz nə edirik? Baxırıq, yuxarıdakı 2 ilə aşağıdakı 2, niyə bura 2-dir? Eyni istiqamətdə getdiyinə görə biz bu qüvvələri toplayırıq. Bura olur 2. Bu 2 ilə bu 2 gedir, bu 2 ilə bu 2 gedir. Qalır bizdə nə? F3 istiqamətində olan, yəni F3 qüvvəmiz qalır. Bizim əvəzləyicimiz də nə oldu? Elə F3 istiqamətində hərəkət eləmiş saydı. Əvəzləyici qüvvə o istiqamətində olduğuna görə bizim hərəkətimiz də o istiqamətdə olacaq. Yəni F3 qüvvəsi istiqamətində olacaq. D variantı. 7-yə baxırıq. 7-də bizə deyir ki, o nöqtəsindəki cismə şəkildəki kimi qüvvələr təsir edir. Buna əsasən maddi nöqtəyə təsir edən əvəzləyici qüvvə aşağıdakılardan hansına bərabərdir? Yenə biz nə edirik? Qüvvələri proyeksiyaya ayırırıq. F1 qüvvəsinin proyeksiyaya ayırmamıza ehtiyac yoxdur. Yuxarıya doğru 2 damadır özü. F2 qüvvəsinin proyeksiyaya ayırmalıyıq müəyyən bucaq altında verildiyinə görə yuxarıya doğru 1, bu istiqamətdə 1. Sonra baxırıq, deməli, F5 qüvvəmizə. F5 qüvvəmizdə bu istiqamətdə X oxu istiqamətində proyeksiyası 2-dir, aşağıya doğru 1-dir. F4 qüvvəmiz aşağıya doğru var 1, bir də F3 qüvvəsinin aşağıya doğru 2 dama Y proyeksiyası var. F3-ün bir də bu istiqamətdə 2 dama X oxu üzrə proyeksiyası var. Deməli, biz burada ixtisarlarımızı aparaq. Baxaq. Deməli, bu 2 ilə bu 2 gedəcək, düzdür? Bu 2 ilə bu 2 gedəcək. Daha sonra bu 1 ilə bu 1 gedəcək. Bizdə nə qaldı? Baxın, bizdə 1 bu qaldı, bu 1 qaldı, bir də bu 1 qaldı da. Yəni, bu istiqamətdə 1, bu istiqamətdə 1. Bunların da əvəzləyicisi tən ortadan deyil. Yəni, baxın, bax, buradandır. Bu da bizim, bu F3-ümüzün yarısıdır. F3-ümüz bu qədərdir. Bu əvəzləyici də F3-ün yarısıdır. Yəni, F3 bölünsün, belə deyək də, F3 bölünsün 2 şəklində yaza bilərik. F3-ün yarısı bu şəkildə qeyd olunur. Olacaq cavabımız Y variantı.
8-ci məsələdə sürtünmə qüvvəsinin nəzərə alınmadığı səthə maddi nöqtə şəkildəki 5 qüvvənin təsiri ilə hərəkət edir. Buna əsasən bir müddət sonra bu qüvvələrdən hansının təsiri kəsilsə də cisim hərəkət istiqamətini dəyişməz. Yəni biz qüvvələrimizin proyeksiyalarını qeyd edirik. F1 qüvvəsinin yuxarıya doğru Y proyeksiyası 2 dammadır. X proyeksiyası bu istiqamətdə 1 dammadır. F2-mizin sadəcə X proyeksiyası var 2 damma bu istiqamətdə. F5-i də proyeksiya ayıraq çünki müəyyən bucaq altında yönəlib. Deməli yuxarıya doğru 2 dama X, Y proyeksiyası, sağa doğru 2 dama X proyeksiyası, dördüncünün bu istiqamətdə 1, aşağı istiqamətdə 1 proyeksiyası, bir də bizim nəyimiz var? Bir də bizim F3-ün aşağıya doğru 2 proyeksiyası var. İxtisarlarımızı aparaq. Bu 2 ilə bu 2 gedir, bu 1 ilə bu 1 gedir. Əks istiqamətli olduğuna görə, yəni çıxanda 0 olur. Bu 2 ilə bu 2 gedir. Burada bir 2'miz qaldı, 1'imiz qaldı. Əks istiqamətli olduğuna görə biz bunları çıxırıq və böyük qüvvə istiqamətində 1. Deməli hərəkətimiz yuxarı doğrudur. Əgər mən bu F3 qüvvəsini silsəm, yəni belə deyək də F3 qüvvəmi götürsəm, mənim yenə də yuxarıya doğru bu F2 ilə F1 gedir, yuxarıya doğru birim qalır. Yuxarıya doğru 3 F qüvvəsi ilə yuxarı doğru hərəkət edir. Yəni mən buradan F3 qüvvəsinin təsirini kəssəm belə hərəkət istiqamətinin dəyişməyəcək, yuxarıya doğru olacaq. Cavabım oldu C variantı. 9-cu məsələdə. 9-cu məsələdə bizə deyir ki, O nöqtəsindəki maddi nöqtə şəkildəki 5 qüvvənin təsiri ilə hərəkət edir. Buna əsasən hansı qüvvəni götürsək cismin hərəkət istiqamətini dəyişməz. Yenə biz nə edirik? Qüvvələri proyeksiyasına ayırırıq. Deməli F1 qüvvəsindən başlayaq. Yuxarıya doğru 2 dama, bu istiqamətdə 1 dama, daha sonra F5 qüvvəsini, F5 qüvvəsi yuxarıya doğru 1 dama, bu istiqamətdə isə 2 damadır. F4 qüvvəsi, F4 qüvvəmiz bu istiqamətdə olacaq 2 dama, aşağıya doğru olacaq 1 dama. Daha sonra F3 qüvvəmiz bu istiqamətdə olacaq 1 dama, aşağı istiqamətdə olacaq 1 dama və bizim bir də F2 qüvvəmiz var. O da bu istiqamətdə 3 damadır. Baxaq. İxtisarlarımızı aparaq. Deməli bu ikisi eyni istiqamətdə olduğuna görə bu 2 eləyir və bu ikisi ilə yuxarıdakı 2 ixtisar olundu. Yəni ki, əks istiqamətli və eyni olduqlarına görə ixtisar olunur. Daha sonra bu 2 ilə 1 verir bizə 3'ü və bu 3-lə ixtisar olundu. Daha sonra nəyimiz qaldı bizim? Bu 1 ilə bu 2 əks istiqamətli olduğuna görə çıxılır və bizim qüvvəmiz bu istiqamətində 1 olacaq. Nəyimiz qaldı? Yuxarıya doğru birimiz bu və bu istiqamətdə birimiz. Bunun da əvəzləyicisi hansı olur? Bunun da əvəzləyicisi olur bu istiqamətdə olur 1 dama. Düzdür? İndi baxaq. Bizim hansı qüvvəmiz olmasa hərəkət istiqamətini dəyişməz. Burada F3'ümüz olmasa, baxın bu F3'ümüz olmasa, yəni bunun əksi istiqamətində olan qüvvəmiz olmasa, yenə də bizim əvəzləyici qüvvəmiz hərəkət istiqamətini dəyişməyəcək. Cavab oldu nə? C variantı. 10-cu məsələdə. 10-cu məsələdə bizə deyir ki, üfüqi istiqamətdə hərəkət edən şəkildəki M, 2M kütləli cisimlərin aldığı təcilləri müqayisə edin. Gəlin hər biri üçün biz təcilin, sistemin təcilinin düsturunu yazaq. Sistemin təcilinin düsturu bilirik ki, F bölünsün M-dir. Və biz heç vaxt qüvvələrimiz müəyyən bucaq altında olanda biz onu bu şəkildə qəbul eləməyəcəyik. Biz onu nə edirik? Proyeksiyasına ayırırıq. Bizə hərəkət istiqamətində olan, hərəkətimiz də bu istiqamətdə olduğuna görə hərəkət istiqamətində olan qüvvəmiz lazım olacaq. Birincinin hərəkət istiqamətində olan qüvvəsi 1 dama, yəni 1F olur. İkincinin 2F'dir. Üçüncünün də 2F'dir. İndi biz sistem üçün düsturları yazaq. Deməli, bizim A1'imiz üçün F bölünsün M-dir düsturumuz. F'i F'dir, M isə M-dir. A2 üçün yazsaq, F'i 2F'dir, 2F bölünsün, kütləsi də 2M-dir. İxtisar gedir, nə qalır? F bölünsün M. A3 üçün də yazsaq, yenə 2F bölünsün nədir? 2M. İxtisarlar gedir, F bölünsün M şəklində qalır. Deməli, buradan görünür ki, bizim təcillərimiz bir-birinə bərabərdir. Olacaq cavabımız B variantı. 11-ci sualda cismin sürətin proyeksiyasına münasibət qrafiki verilmişdir. Baxın, qrafikimiz bu şəkildədir. Buna əsasən cisim 0-3 saniyə zaman aralığında təsir edən F1 qüvvəsinin modulunun 3-5 saniyə zaman aralığında təsir edən F2 qüvvəsinin moduluna olan nisbətini tapın. Biz bilirik ki, F qüvvəmiz F bərabərdir M-ayadır və F A ilə necə asılıdır? Düz asılıdır. Deməli, biz onda F1 və F2 arasında əlaqə yazacaqsa, A-ları tapmalıyıq. V-nin T-dən
hansında biz A-nı tapa bilərik. Deməli, 3 zaman aralığına qədər A1-i tapa bilərik. 3 zaman aralığında bizim V-miz, yəni başlanğıc sürətimiz 16 olub, son sürətimiz isə 10 olub. Onda A1 bərabər olacaq V çıxılsın V0 bölünsün T-yə bərabərdir. V-miz deməli 10-dur. 10 çıxılsın 16 bölünsün. Zamanımız da neçədir? 3-dür. Deməli, -6 bölünsün 3 verdi bizə -2-ni. A2-ni tapaq. A2 isə buradan bura olandı, düzdür? Yəni artıq bizim V0-ımız 10-dur, V-miz isə 0-a bərabərdir. O zaman yazırıq ki, A2 bərabərdir V çıxılsın V0 bölünsün T-yə bərabərdir. V-miz dedik 0-dır, V0-ımız 10-dur. Zaman da 3 ilə 5 arası 2-dir, verdi bizə -5-i. Biz də asıllığı yazaq. Yəni F1-in F2-yə nisbəti F ilə A düz mütənasib olduğuna görə A2-nin A1-ə nisbətini yaza bilərik. O da bərabər olacaq. -2 bölünsün -5. Mənfilər ixtisar gedir. Nə qalır? 5-də 2 olacaq cavabımız A variantı. Daha sonra baxırıq 12-ci məsələyə. Deyir ki, kütlələri uyğun olaraq M1 3 kq, M2 5 kq olan iki cisim uyğun olaraq 5 metr bölünmüş saniyə və 7 metr bölünmüş saniyə sürətlə qarşı-qarşıya hərəkət edərək toqquşurlar. Toqquşma zamanı birinci cismin ikinciyə F qüvvəsi ilə təsir edirsə, ikinci cisim birinciyə neçə F qüvvəsi ilə təsir edir. Deməli, burada Newtonun 3-cü qanununa görə təsir əks təsirə bərabərdir. F qüvvəsi ilə təsir edir ikinciyə. Deməli, ikinci də birinci qüvvəmizə, birinci cismimizə F qüvvəsi ilə təsir edəcək. Yəni, cavabımız olacaq A variantı. Yəni, bunlar bizə lazım deyil. Baxırıq 13-cü məsələyə. 13-cü məsələdə bizə deyir ki, cismə təsir edən qüvvəni 3 dəfə artırdıqda, yəni 3F. Onu hərəkət bu şəkildə də yaza bilərik. Deməli, F2 bərabərdir 3F1-ə. Hərəkət təcili 4 metr bölünmüş saniyə kvadrat artır. Deməli, A2 bərabərdir 4 üstəgəlinsin A1 şəklində yazacağıq. Buna əsasən cismin başlanğıc təcili neçə metr bölünmüş saniyə kvadratı olduğunu hesablayın. Biz bilirik ki, F-imizlə A düz mütənasibdir. F1-in F2-yə nisbəti bərabərdir A1-in A2-yə nisbəti. Davam eləyək. F1-imiz olduğu kimi qalır. F2-miz 3, F1 bərabərdir. A1-imiz olduğu kimi qalır. A2-miz də 4 üstəgəlinsin A1 şəklində yazırıq. F-lər ixtisar gedir. 3A1 bərabərdir 4 üstəgəlinsin A1. Buradan A-nı keçirsən bu istiqamətə olacaq 2A1 bərabərdir 4. A1-imiz də bərabər olacaq nəyə? 2-yə. Bizdən də başlanğıc təcilləyən A1-i soruşur. O da olacaq nə? B variantı. 14-ə baxırıq. R radiuslu polad kürəyə F qüvvəsi ilə A təcili verir. F qüvvəsi A təcili verir. R bölünsün 2 radiuslu polad kürəyə 2F qüvvəsi hansı təcili verir? Biz ümumiyyətlə kürə görəndə nə edirdik? F qüvvəsinin düsturunu yazırıq M-aya. Kürə görəndə M-in yerinə nə yazacağıq? Rho vurulsun V vurulsun A və həcmin kürə üçün olan düsturunu yazacağıq. 3-də 4 pi R kubu vurulsun Rho vurulsun A şəklində. Yəni bizim F-imiz R-lə necə asılıdır? R-lə 3-cü dərəcədən düz asılıdır. Əgər bizim F qüvvəmiz 2 dəfə 2F, yəni belə deyək, təcilimiz istəyir də bizdən. Buradan təcili tapsaq, A bərabər olacaq F bölünsün R-in kubuna. Yəni F ilə A-mız düz mütənasibdir. R-in kubu ilə isə tərs mütənasibdir. Əgər biz R bölünsün 2 yazmışıqsa, deməli olacaq A təcilimiz R2-nin kubu eləcək 8, F-i də 2 dəfə verib, deməli 2-yə vuracaq, olacaq 16A-ya D variantı. 15-ci məsələdə uyğunluğu müəyyən edin deyir bizə. Sabit qüvvənin təsiri ilə hərəkət edən cismin təcili necə dəyişər? Birinci halımız verib, ikinci və üçüncü halımız. Deməli, indi biz nə edirik birinci? Baxaq bizim sistemimizin bu vəziyyətdə təcili nəyə bərabərdir? A sistem bərabər olacaq. F bölünsün M-dir. F-imiz elə F olaraq qalır. Kütləmiz isə bizdə nədir? 3M-dir. Gətirib yazırıq 3M. İndi birinci hala baxırıq. Birinci halda bizə deyir ki, tirciyin üzərindən 2M kütləsini götürsək, yəni bunu götürsək, onda bizim təcilimiz olacaq nə? F bölünsün M. Yəni kütlə 3 dəfə azaldı, təcilimiz 3 dəfə artdı. A variantı deməli 1-ə gedəcək. İndi baxırıq ikinci halımıza. İkinci halımızda deyir ki, tirciyin üzərinə M kütləsi qoysaq, artıq M kütləli bir tircik, belə deyək də, üzərinə M kütləli bir cisimdə qoyuruq. O zaman A bərabər olacaq F bölünsün nəyə? 4
m-ə. Bu o deməkdir ki, bizim təcinimiz 3-də 4 dəfə azala da bilər, 3-də 4 dəfə arta da bilər. Yəni bu iki cavabın ikisini də götürə bilirik. Olacaq C variantı və D variantı. Qüvvənin təsiri kəsilərsə, təbii ki, qüvvənin təsiri kəsilərsə, bizim cismimiz ya sabit sürətlə hərəkət eləyəcək, ya da ki, dayanacaq. Deməli, olacaq üçüncüdə də B və Y variantları. Oldu cavabımız D variantı. 16-cı məsələdir. 16-cı məsələdə bizə deyir ki, kütləsi 4 kiloqram olan cismə şəkildəki kimi 3 qüvvə təsir edir. Buna əsasən cismin aldığı təcilin neçə metr bölünmüş saniyə kvadrat olduğunu hesablayın. Yadınızda saxlayın. Ümumiyyətlə bizim bu qüvvəmiz perpendikulyar olan yerə perpendikulyar olan qüvvələrimiz, ağırlıq qüvvəmiz bizim cismimizə hərəkət vermir. Ona görə bu qüvvələri çıxırıq və A sistemin təcilini yazanda F əvəzləyici bölünsün M yazırıq. Əvəzləyici olaraq, yəni qüvvələri biz bu istiqamətdə, hərəkət istiqamətində olan qüvvələri götürürük. Bunlar da əks istiqamətli olduğuna görə çıxırıq. Yəni 40-dan çıxacağıq 20, kütləsini də 4 verib 4-ə böləcəyik. Bu da verir bizə nəyi? 20 bölünsün 4-ü, o da neçə? 5. Cavab olacaq C variantı. 17-ci məsələdir. 17-ci məsələdə bizə deyir ki, dinometrlə F1 və F2 qüvvələri şəkil 1-dəki kimi təsir etdikdə dinometrin göstərişi 3 Newton, 4 Newton qiymətlərini göstərir. Buna əsasən dinometrdə F1, F2 qüvvələri şəkil 2-dəki kimi təsir edərsə, göstərişi neçə Newton olar? Baxın, deməli, buradakı bizim F1 qüvvəmiz 3-ü göstərirsə 3-dür. F2 qüvvəmiz 4-ü göstərirsə 4-dür. Burada yerinə yazsaq, F1 qüvvəmiz 3-dür, F2 qüvvəmiz də 4-dür. Biz də əvəzləyicini tapanda bilirik bu şəkildə. 3-ün 4 olanda bura olur 5. Və yaxud da biz bilirdik ki, 90 dərəcə olanda Pifaqor teoremindən istifadə edirik. 4-ün kvadratı üstə gəlinsin, deməli 3-ün kvadratı kök altında. Bu da kök altında bizə 16 üstə gəlinsin 9, 25-i verir. 25-dən də kök altında neçə çıxır? 5. Cavabımız olacaq C variantı. 18-ci məsələdə. 18-ci məsələdə bizə K cisminin düzxətli bərabər sürətli hərəkət edə bilməsi üçün F qüvvəsinin neçə Newton olmalıdır, onu soruşur bizdən. Deməli, bizə 30 Newtonluq 2 qüvvə verib və bu qüvvələr arasındakı bucaq 120 dərəcədir. Biz bilirik ki, 2 eyni qüvvə arasındakı bucaq 120 dərəcə olarsa, bizim əvəzləyicimiz, F əvəzləyicimiz elə həmin o qüvvənin özünə bərabər olacaq və əvəzləyici qüvvə tən ortadan bu istiqamətdə 30 şəklində yazırıq. Və bərabər sürətli hərəkət etməsi üçün əks istiqamətdə olan qüvvəmiz də 30 Newton olmalıdır. Bu qüvvələr bir-birini aparmalıdır və F əvəzləyici qüvvəmiz 0 olmalıdır. Çünki bərabər sürətli hərəkətdə sürətimiz sabitdir, konstant əvəzləyici qüvvəmiz və təcilimiz də 0-a bərabərdir. Cavabımız olacaq C variantı. 19-da şəkildəki kimi cismə təsir edən qüvvələrin əvəzləyicisi neçə Newton olduğunu təyin edin. Yenə bizə bu şəkildə belə qüvvələr verilib. Deməli 4 Newton eyni qüvvə və aralarındakı bucaq bizdə neçədir? 120 dərəcə. Deməli, bunların əvəzləyici qüvvəsi nə olacaq? Bu istiqamətdə 4 olacaq. Yəni, bunlar gedəcək, bunların əvəzləyicisi qalacaq. Deməli, burada 4 Newton qaldı, burada 4 Newton qaldı və bunlar arasındakı bucaq 90 dərəcədir. Və biz bu qaydanı da keçmişdik. Deməli, 120 dərəcə olanda 2 dənə eyni qüvvədən söhbət gedir. 2 eyni qüvvə arasında 120 dərəcə olarsa, bizim F əvəzləyicimiz elə həmin qüvvənin özünə bərabər olacaq. Yox 90 dərəcə olarsa, onda bizim F əvəzləyici qüvvəmiz həmin qüvvənin kök altında 2 mislinə bərabər olacaq. Deməli, bizim əvəzləyici qüvvəmiz nə oldu? 4 kök altında 2-yə. Biz bunu Pifaqor teoremindən də tapa bilərik. Yəni, kök altında 4-ün kvadratı üstə gəlinsin, 4-ün kvadratı şəklində yaza bilərik. Bu da verəcək bizə kök altında 32, yəni 16 üstə gəlinsin 16. Bundan da çıxacaq 4 kök altında 2. Yəni 16 vurulsun 2 kimi yazacağıq 32-ni. 16-dan da 4 çıxır mürtəzə xatinə. Cavabımız olacaq B variantı. 20-ci məsələdə yenə eyni bir məsələdir. Qüvvələrin əvəzləyicisi neçə Newtondur, onu soruşur. Deməli, baxırıq biz. Yenə bizə F eyni qüvvə verib. Burada isə bizim arasındakı bucaq 90 dərəcə verib. Deməli, yenə 2 eyni qüvvə veribsə və aralarındakı bucaq 60 dərəcədirsə, onda bizim əvəzləyici qüvvəmiz həmin qüvvənin kök altında 3 mislinə bərabər olacaq. Yəni, yenə tən ortadan çəkirik və F kök altında 3 olacaq bizim qüvvəmiz. Bizim 2 dənə qüvvəmiz qaldı. Bir bu istiqamətdə, bir bu istiqamətdə. Bunun da aralarındakı bucaq 90 dərəcədir. Biz bilirik 90 dərəcədə Pifaqor terimindən istifadə edirik. Yəni, F kök altında 3-ün kvadratının üstünə
f kvadratı gələcək kök altında. Bu da verəcək bizə 3f kvadratı üstə gəlinsin f kvadratı kök altında. O da 4f kvadratı eləyir. Kökdən də nə çıxır? 2f. Cavabımız olacaq B variantı.